Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizə törəmənin həndəsi mənası və toxunanın tənliyinin testlərini izah edəcəm. Baxaq birinci suala. Y bərabərdir x kvadratı üstəgəl 7x funksiyasının qrafikinə, apsisi x0 bərabərdir -4 nöqtəsində çəkilən toxunanın bucaq əmsalını tapın. Biz mövzu izahında dedik ki, toxunanın bucaq əmsalını tapmaq üçün toxunanın bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Ona görə funksiyanın törəməsini tapırıq. K bərabərdir 2x plus 7. x0 -4 nöqtəsində dediyinə görə x-in yerinə -4 qoyanda o da k olur, -1 B variantı. İkinci suala baxaq. Fx bərabərdir x kvadrat üstəgəl 4x. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir 2 olan nöqtədə çəkilən bucaq əmsalını tapın. Yenə biz deyirik ki, bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. O da olur 2x plus 4. X-in 2 qiymətində 2 vur 2 üstəgəl 4. Cavab oldu 8. C variantı. Üçüncü tapşırıq. Apsisi x0 olan nöqtədə y bərabərdir 3x kvadratı çıxaq 12x üstəgəl 7 parabolasına çəkilən toxunan apsis oxuna paraleldir. Yenə mövzu izahında biz sizə göstərdik. Dedik ki, apsis oxuna paraleldirsə, deməli bunun k-sı 0-a bərabərdir. K da verilən funksiyanın törəməsinə bərabərdir. Yəni biz onu f(x0) deyirdik. Onda biz bunun törəməsini tapıb 0-a bərabər edirik. 3x kvadratı çıxaq 12x üstəgəl 7-nin törəməsi 0-a bərabərdir. O da olur 6x çıxaq 12 bərabərdir 0. 6x bərabərdir 12. X da bərabərdir 2. D variantı. Dördüncü suala baxaq. Deməli, fx bərabərdir 2x kvadratı çıxaq 6x üstəgəl 8. Parabolasına çəkilən toxunan apsis oxuna paraleldir. Biz də dedik ki, apsis oxuna paralel olanda k 0-a bərabərdir. K da bu funksiyanın törəməsidir. O da olur 2x-in kvadratın törəməsi oldu nə? 4x çıxaq 6 bərabərdir 0. 4x bərabərdir 6. X da 6 böl 4. Yəni 2-də 3 D variantı. 5-ci suala baxaq. Y bərabərdir mənfi kök altında x. Funksiyasının qrafikinə x0 bərabərdir 9 olan nöqtədə çəkilmiş toxunanın tənliyini tapın. Toxunanın tənliyi dedik ki, y bərabərdir fx0 üstəgələk f'(x0) vuraq x çıxaq x0. Mövzu izahında bu düsturun alınmasını göstərmişik. İndi biz birinci funksiyanın özündəki qiyməti lazımdır bizə. Yəni fx0 bərabərdir mənfi kök altında 9, o da oldu -3. Sonra törəmədəki qiymət lazımdır bizə. O da oldu mənfi kök altında x-in törəməsi -1 böl 2 kökdə x. O da -1 böl 2 kökdə 9, -6'da 1. Verilənlər yerinə yazsaq düsturda -3 çıxaq 6'da 1, x çıxaq x0, yəni 9. -3 çıxaq 6'da 1 x üstəgələk 6'da 1'i 9'a vuranda 2'də 3 oldu. Bunu da sadələşdirsək, -6'da 1x üstəgələk 2'də olur deməli necə? -6 üstəgəl 3. O da oldu -6'da 1x çıxaq 2'də 3. Cavab oldu D variantı. 6-cı sual oxşar sualdır. Deməli, y bərabərdir kök altında x. x0 bərabərdir 4. Dedik birinci özündə yerinə yazırıq. Oldu kök altında 4. 4'ten kök çıxdı. Özü deyib törəmə yazıram. Sonra ikinci törəməsində yerinə yazırıq. Kökdə x-in törəməsi 1 böl 2 kökdə x-dir. O da 1 böl 2 kökdə 4. O da oldu 4'də 1. Düsturumuz necə oldu? Y bərabərdir fx0 üstəgələk f'(x0) x minus x0. Verilənlər yerinə yazsaq olur 2 üstəgələk 4'də 1 x minus 4. O da oldu 2 üstəgəl 4'də 1 x minus 1. Oradan da alındı 4'də 1 x plus 1. Cevap oldu C variantı. 7-ci sual. Fx bərabərdir
x kvadratı çıxaq 4x üstə gəl 5. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir 0 olan nöqtədə çəkilən toxunanın tənliyini yazın. Toxunanın tənliyini yazmaq üçün bizə lazımdır funksiyanın özündəki qiyməti. Oldu 0'ın kvadratı 4 vur 0 üstə gəl 5. Yəni 5. İkinci oldu törəməsindəki qiyməti. Törəməsi x kvadratın törəməsi 2x çıxaq 4. 2 vur 0 çıxaq 4 mənfi 4. Sonra gətirib yerinə yazsaq verilənləri y bərabərdir. Funksiyanın özü üstə gələk törəməsi vuraq x çıxaq x0. Buradan dalındı 5 çıxaq 4 vuraq x çıxaq 0. 5 çıxaq 4x yəni mənfi 4x plus 5. Elə cavab var C variantı. 8-ci sual. 8-ci sualda oxşar sualdır. Gəlin elə birbaşa yazaq. Birinci özündə yerinə yazaq. Funksiyanın özündə yerinə 0 yazsaq olur. 0 çıx 0 üstə gəl 2 oldu 2. F'(x) törəmədə yerinə yazaq. 2x minus 2. O da 0 çıxaq 2 oldu mənfi 2. Sonra y bərabərdir. Fx 0 üstə gəl f'(x) 0 vuraq x çıxaq x0. İndi verilənləri yerinə yazsaq, funksiyanın özündə 2, törəmədə 2 vuraq, x çıxaq 0. O da oldu 2 çıxaq 2x. Cavab oldu. Deməli, bunu belə yaza bilərik. Mənfi 2x plus 2 C variantı. 9-cu suala baxaq. Deyir ki, fx bərabərdir x kubu çıxaq 3x kvadratı üstə gəl x. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir 2 olan nöqtədə çəkilmiş toxunanın apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Biz bilirik ki, toxunanın apsis oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucaq tangens alfadır. Tangens alfa toxunanın bucaq əmsalı k-yə bərabərdir. K da verilən funksiyanın törəməsinə bərabərdir. Ona görə də biz verilən funksiyanın törəməsini tapırıq. Olur k bərabərdir 3x kvadratı çıxaq 6x. Plus 1. X'in yerinə 2 yazsaq, olur 3 vuraq 4, çıxaq 6 vur 2, üstə gəl 1. Cavab oldu 1. İndi bizdən bucağı soruşur deyə, tangens alfa bərabərdir 1 yazırıq. Alfa da 1'i alır, 45 dərəcədə B variantı. Sonra 10-cu sual. Deyir ki, A-nın hansı qiymətində fx funksiyası kökdə 3 bölü 2 vuraq ax kvadratı çıxaq 2 kökdə 3x verib, funksiyasının qrafikinə x0 bərabərdir 3 olan nöqtədə çəkilmiş toxunan apsis oxu ilə 60 dərəcə bucaq əmələ gətirir. Biz də dedik ki, toxunan bucaq əmsalı törəməyə bərabərdir. O da bərabərdir tangens alfaya. Deməli, biz birinci bunun törəməsini tapmalıyıq. Olur kökdə 3 bölü 2 vuraq a vuraq 2x çıxaq 2 kökdə 3. Burada bizə bərabərdir tangens alfaya, yəni tangens 60 dərəcəyə. X-a qiymət 3 verib, o da oldu kökdə 3 a vur 3 çıxaq 2 kökdə 3 tangens 60'da alır kökdə 3. Bu da 3 kökdə 3 a bərabərdir 3 kökdə 3. A da bərabərdir 1 A variantı. 11. 11-ci sualda deyir ki, y bərabərdir mənfi 3x kvadratı üstə gəl 2 kök altında x minus 1 üstə gələk 12 vuraq ln x minus 1. Funksiyasının qrafikinə x0 bərabərdir 2 nöqtəsində çəkilən toxunanın apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Biz də bilirik ki, apsis oxunun müsbət istiqaməti ilə əmələ gələn bucaq deyirsə, tangens alfanı istəyir. Tangens alfa da k-yə bərabərdir. K da verilən funksiyanın törəməsinə bərabərdir. Ona görə verilən funksiyanın törəməsini tapıb x-a 2 qoyub tangens alfaya tapırıq. Bərabər edirik. Deməli, birinci törəməni tapırıq. Olur mənfi 6x üstə gələk 2 vuraq. Kökdə x-in törəməsi 1 bölü 2 kök altında x minus 1'dir. Mürəkkəbdir də x minus 1'dən bir də törəmə tapırıq. Bu da 12 vuraq. Ln x-in törəməsi 1 bölü x minus 1'dir. Bir də x minus 1'in törəməsi. Buradan da alınır nə? Mənfi 6x üstə gələk. Bu 2'lər getdi. Bu da bizə 1 verdi. 1 bölü x minus 1
kök altında. Üstə gələk 12 bölək x minus 1. Çünki x minus 1'in törəməsi ilə 1'ə bərabərdir. İndi x-a 2 qoysaq nə alınır? Mənfi 12 üstə gələk 1 bölək kökdə 1. Üstə gələk 12 bölək kökdə 1. O da oldu. Mənfi 12 üstə gəl 1. Üstə gəl 12. Bunlar da getdi. Cavab qaldı 1. Funksiyanın törəməsi 1'dir və o tangens alfaya bərabərdir. Tangens alfa 1'dirsə, deməli bucaq 45 dərəcəymiş. 45 dərəcədə oldu C variantı. Sonra baxırıq 12-ci suala. 12-ci sualda deyir ki, fx funksiyası qrafiki A1, A2, A3 nöqtəsində toxunan düz xətlərin bucaq əmsalları uyğun olaraq K1, K2, K3 olarsa düz xətlərin bucaq əmsallarını müqayisə edin. Biz bilirik ki, düz xəttin bucaq əmsalı K-dır. K da tangens alfaya bərabərdir. Tangens alfa, baxın, tutaq ki, bu A3'dür. A3'dürsə, tangens alfanın bucağı daha kiçik qiymətdir. Amma A1 olsa, bunlar hamısı toxunandır da. Baxın, görürsünüz, bunlar bu ixtiyari bir funksiyadır. Bunlar da ona toxunandır. Buradan toxunub bu. Bu hissədə toxunub. Bu da gəlib funksiya bu hissədə toxunub. Aha. Baxın, A3'ün bucağı daha kiçikdir. Sonra gəlir, biraz böyüyür olur A1'in bucağı. Daha sonra ən böyük olur A2'nin bucağı. Deməli, bucaq böyüdüksə tangens alfanın qiyməti də böyüyür. Bizə deyir, bucaq əmsallarını müqayisə edin. Bucaq əmsalı tangensə bərabərdir. Deməli, bucağı böyük olan funksiyanın bucaq əmsalı da daha böyükdür. Onda deyə bilərik ki, A3'ü K3 ilə əvəz etsək, K3 kiçikdir K1'dən, o da kiçikdir K2'dən. Cavab oldu, B variant deyil. K3, K1, K2 D variantı. 13-cü suala baxaq. Burada deyir y bərabərdir. X kvadratı çıxaq 2x üstə gələk 5. Funksiyasının qrafikinə ordinat oxu ilə kəsişmə nöqtəsində çəkilən toxunanın tənliyini tapın. Əgər ordinat oxu ilə kəsişibsə, biz bilirik ki, x-i 0'dır. X 0, 0 olanda ordinat oxu ilə kəsişəndə apsisi 0'a bərabər olur. İndi bir funksiyada bir dəfə özündə yerinə qoyaq. Toxunanın tənliyini istəyir bizdən. 0 çıxaq 0 üstə gəl 5. Olur 5. Bir dəfə törəmədəki qiymətini tapaq. Olur 2x minus 2. O da 2 vur 0 çıxaq 2 oldu mənfi 2. Sonra düsturumuz nədir? Özü üstə gələk törəməsi vuraq x çıxaq x 0. O da özü nədir? 5. Törəməsi mənfi 2. X çıxaq 0. Cavab oldu 5 çıxaq 2x. Yəni mənfi 2x plus 5. Toxunan tənlik görək var. Belə cavab B variantı. 14-cü suala baxaq. Fx bərabərdir 8x kubu çıxaq 1. Funksiyasının qrafikinə apsis oxu ilə kəsişmə nöqtəsində çəkilən toxunanın tənliyini tapın. Əgər funksiya apsis oxu ilə kəsişibsə, deməli funksiyanın özü 0'a bərabərdir. Onda 8x kubu bərabərdir 1'ə, x kubu bərabərdir 8-də 1'ə, x oldu 2-də 1'ə. Deməli, x 0'ın 2-də 1 qiymətində funksiyanın qiyməti 0'a bərabərdir. Gətirib yerinə yazsaq, olur 8 vuraq 8'də 1 çıxaq 1. Oldu 0. Bir dəfə törəməsində yerinə yazsaq, olur 24x kvadrat çıxaq 0. 24'ü vurursan 4'də 1'ə, bu da oldu 6. Sonra yazırsan y bərabərdir. Funksiyanın özü üstə gələk törəməsi vuraq x çıxaq x 0. Funksiyanın özündə 0'dır. Törəmədəki qiymət 6'dır. Bu da x çıxaq 2'də 1. Bunu da sadələşdirəndə oldu 6x çıxaq 3 Y variantı. Sonra baxaq 15-ci suala. Fx bərabərdir 3'də 1 x kubu üstə gələk 2'də 1 x kvadratı çıxaq 2x üstə gəl 1. Funksiyasının qrafikinə çəkilmiş toxunanların o x oxuna paralel olduğu toxunma nöqtələrinin apsisləri cəmini tapın. Biz mövzu izahında dedik ki, əgər funksiya çəkilmiş toxunan apsis oxuna paraleldirsə, deməli k 0'a bərabərdir. K da verilən funksiyanın törəməsi idi.
Onda verilən funksiyanın törəməsini tapırıq. 3-də 1 vuraq 3x kvadratı. Üstə gələk 2-də 1 vuraq 2x. Çıxaq 2 bərabərdir 0. Bu da oldu x kvadrat. Üstə gələk x çıxaq 2 bərabərdir 0. İndi bizə deyir ki, toxunma nöqtələrinin absisləri cəmi. Yəni, toxunma nöqtələri buradan alınan köklərdir. Çünki bunun tənliyində köklər cəmini soruşur. Cavab oldu -1, D variantı. 16-cı sual. Fx bərabərdir. X-in üstü 4 çıxaq 32x. Funksiyasının qrafikinə çəkilmiş toxunan OX oxuna paraleldir. Yenə deyirik ki, toxunan OX oxuna paralel olarsa, onda K sıfırdır. K da verilən funksiyanın törəməsidir. Oradan alınır 4x kubu çıxaq 32 bərabərdir 0. 4x kubu bərabərdir 32. X-in kubu bərabərdir 8. X da bərabərdir 2-yə. Yəni, x-in 2 qiymətində bu OX oxuna paralel olur. 16-da oldu A variantı. Sonra 17. Yenə funksiyasının qrafikinə toxunan düz xətt absis oxuna paraleldir. Yenə absis oxuna paraleldirsə, törmə bərabərdir K-ya, o da bərabərdir 0-a. Olur -1, üstə gələk 0, 3 vuraq 1 bölək x plus 2. Bir də x plus 2-nin törəməsi bərabərdir 0-a. O da -1 üstə gələk 3 bölək x plus 2. Bu bizə 1 verir, bərabərdir 0. 3 bölək x plus 2 bərabərdir 1-ə. X plus 2 bərabərdir 3-ə. X da bərabərdir 1-ə. Y variantı. 18. Yenə funksiyasının qrafikinə toxunan düz xətt absis oxuna paraleldir. Absis oxuna paraleldirsə K 0-a bərabərdir. K da verilən funksiyanın törəməsinə bərabər olur. O da olur 1 üstə gəl 0 çıxaq 5 vuraq 1 bölək x üstə gəl 5. Bir də x üstə gəl 5-in törəməsi bərabərdir 0-a. O da 1 çıxaq 5 bölək x üstə gəl 5. Bunun törəməsi də 1-ə bərabərdir, bərabər 0-a. 5 bölək x üstə gəl 5 bərabərdir 1-ə. X üstə gəl 5 bərabərdir 5-ə. X də bərabərdir 0-a. D variantı. 19-cu sual. Deyir, A-nın hansı qiymətində fx bərabərdir kök altında 3x-in kubu çıxaq ax-in kvadrat üstə gəl 5 funksiyasının qrafikinə x0 bərabərdir kök altında 3 nöqtəsində çəkilmiş toxunan absis oxu ilə 120 dərəcəli bucaq əmələ gətirir. Əgər toxunan absis oxu ilə 120 dərəcəli bucaq əmələ gətirirsə, deməli tangens alfa bərabərdir alfa bucağı olur 120 dərəcə. Çünki absis oxunun müsbət istiqamətlə əmələ gələn bucaq tangens alfanın qiymətidir. Deməli, biz nə edirik? Bu funksiyanın törəməsini tapırıq. Olur kök altında 3, vuraq 3x kvadratı, çıxaq 2ax. Üstə gələk 0. Bərabərdir tangens 120 dərəcə. Çünki verilən funksiyanın törəməsi bərabərdir k-ya, o da bərabərdir bucaq olaraq tangens alfaya. X-a da qiymət kökdə 3 verib. Olur 3 kökdə 3 vuraq, kökdə 3-ün kvadratı 3, çıxaq 2a vuraq kökdə 3, bərabərdir. Tangens 120-ni yazırıq, 90 üstə gəl 30. Bu da oldu 9 kökdə 3, çıxaq 2 kökdə 3a, bərabərdir. Tangens də, deməli 90-da adlar dəyişdi, oldu kotangens 30, o da mənfi. Bu da 9 kökdə 3, çıxaq 2 kökdə 3a, bərabərdir. Mənfi kökdə 3. Mənfi 2 kökdə 3a bərabərdir. Mənfi kökdə 3 çıxaq 9 kökdə 3. Buradan alındı mənfi 2 kökdə 3a bərabərdir. Mənfi 10 kökdə 3. A da bərabərdir 5-ə. B variantı. 20-ci sual yenə oxşar sualdır. A parametrin hansı qiymətində funksiyasının qrafikinə çəkilmiş, deməli, funksiyasının qrafikinə absisi x0 bərabərdir 1 olan nöqtədə çəkilmiş toxunan absis oxunun müsbət istiqaməti ilə 135 dərəcə bucaq əmələ gətirir. Deməli, k bərabərdir verilən funksiyanın törəməsinə, o da bərabərdir tangens 135 dərəcəyə. İndi biz törəməni tapırıq. 8x-in üstü 7, üstə gələk 4ax çıxaq 5a bərabərdir. Tangens 135 dərəcə, onu da 90 üstə gəl 45 yaza bilərik. Bu da oldu nə? 8x üstü 7 üstə gəl 4ax çıxaq 5a bərabərdir mənfi 1. Tangens 135-də mənfi 1-dir.
X-a da 1 yazsaq olur 8 üstə gəl 4a çıxaq 5a bərabərdir -1. 8 çıxaq a bərabərdir -1. Mənfi a bərabərdir -1 çıxaq 8. Mənfi a bərabərdir -9. A da bərabərdir 9. C variantı. 21-ci suala baxaq. Y bərabərdir x kvadratı 2 kökdə 3 bölək 3 funksiyasının qrafikinə çəkilmiş toxunanın absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi alfa bucağının kosinusu. Yəni, kosinus alfa bərabərdir kökdə 2 bölək 2. Deməli, alfa bucağı 45 dərəcəymiş ki, kosinus kökdə 2 bölək 2 olub. Toxunma nöqtəsinin absisini soruşur. Biz toxunma nöqtəsinin absisini tapmaq üçün verilən funksiyanın törəməsini tapırıq. Olur 2x çıxaq 0, bərabər edirik tangens alfaya. Bu da olur 2x bərabərdir tangens 45 dərəcə. 2x bərabərdir tangens 45-də 1, x da olur 2-də 1, D variantı. 22-ci sual. Y bərabərdir kök altında 3x kvadrat üstə gəl 2 funksiyasının qrafikinə çəkilmiş toxunanın absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın sinusu. Yəni, sinus alfa bərabərdir kökdə 3 bölək 2. Alfa bucağı deməli olur 60 dərəcə. Biz də bilirik ki, absis oxunu müsbət istiqamətlə əmələ gətirən bucaq deyəndə tangens alfanı tapırıq. Çünki k bərabərdir verilən funksiyanın törəməsi, o da bərabərdir tangens alfaya. Buradan da alınır nə? Kökdə 3 vuraq 2x üstə gələk 0 bərabərdir tangens 60 dərəcə. 2 kökdə 3x bərabər tangens 60-da alır kökdə 3. X da bərabərdir 2-də 1, Y variantı. 23-cü suala baxaq. Deməli, y bərabərdir x kvadrat üstə gələk 2x üstə gələk 4-də 7 parabolası da hansı nöqtədə çəkilmiş toxunan absis oxunun müsbət istiqaməti ilə 45 dərəcə bucaq əmələ gətirir. Gəlin birinci toxunanı tapaq, k-nı tapaq. K olur 2x üstə gəl 2. İndi bərabərdir tangens 45 dərəcəyə. Buradan da olur 2x plus 2 bərabərdir 1-ə. 2x bərabərdir 1 çıxaq 2-yə. 2x bərabərdir -1-ə. X da bərabərdir -2-də 1-ə. X-in -2-də 1 qiymətində olur. Yaxşı, x-in -2-də 1 qiymətində funksiya nəyə bərabərdir? O da olur -2-də 1-in kvadratı. 2 vuraq -2-də 1 üstə gələk 4-də 7. O da oldu 4-də 1 çıxaq 1 üstə gələk 4-də 7. 4-də 1 ilə 4-də 7 toplandı 4-də 8 çıxaq 1. O da 4-də 8 oldu 2. 2-dən də 1 çıxanda cavab qaldı 1. Deməli, -2-də 1 və 1 A variantı. 24-cü suala baxaq. Fx funksiyasının qrafikinə absisi x0,5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi y bərabərdir 7x çıxaq 3-dür. f5 üstə gələk f törəmə 5 cəmini hesablayın. Baxın, tutaq ki, hər hansı bir funksiya götürək. Bilmirik, indi hansı funksiyadır. Tutaq ki, bir parabola götürək. Bu parabola üzərində bir A nöqtəsi götürək. A nöqtəsindən bir düz xətt keçirək. Həmin düz xəttin tənliyi y bərabərdir 7x çıxaq 3 olsun. Bu da olsun fx funksiyası. İndi və bu funksiya, bu düz xətt, bu funksiyaya x-in 5 qiymətində toxunur. İndi biz bilirik ki, x-in 5 qiymətində bu düz xəttin tənliyində y neçə olur? 7 vur 5 çıxaq 3 oldu 32. Yəni, bu düz xətt üzərində götürülmüş 5 nöqtəsi x5 olarsa y olur neçə? 32. İndi baxırıq nəyə? Bizə deyir ki, f5. İndi bu funksiyanın 5 qiymətini soruşur. X-in 5 qiymətinə bu funksiyanın hansı qiymət uyğundur? Bunlar hər ikisi A nöqtəsində kəsişibsə, A nöqtəsinin koordinatları hər iki funksiyada eyni olmalıdır. Yəni, düz xəttin tənliyində f5 32-dirsə, bu parabolada da f5 32 olmalıdır. Mən parabolanın təxmini çəkmişəm, başqa bir qrafikdə ola bilər. İndi bizə lazımdır bir də bunun f törəmə 5-i. Məlum məsələdir ki, düz xəttin tənliyindəki k bucaq əmsalı toxunduğu funksiyanın törəməsinə bərabərdir.
Toxunduğu funksiyanın törəməsi də k-dır. O da oldu nə? K-nın qiyməti bizdə 7-dir. F'5 bərabər olur 7-yə. Bizdən də bunların cəmini soruşur. 32 ilə 7-nin cəmi oldu 39 Y variantı. 25-ci suala baxaq. Deməli, y bərabərdir fx funksiyasının və apsisi x0 olan nöqtədə ona çəkilmiş toxunanın qrafikləri verilmişdir. X0'da olan bir toxunanın qrafiki verilmişdir. Fx funksiyasının törəməsinin x0'dakı qiymətini tapın. Biz bilirik ki, fx funksiyasının törəməsinin x0'dakı qiyməti elə düz xəttin bucaq əmsalına bərabərdir. Yəni k-ya bərabərdir. Biz bu düz xəttin bucaq əmsalını tapsaq, oradan elə törəməni tapmış olarıq. X0'ın törəmədəki qiymətini tapmış olarıq. Deməli, biz k-nı tapmaq üçün k bərabərdir y bölü x-dan istifadə edə bilərik. Və yaxud da ki, k-nı biz tangens alfaya görə də tapa bilərik. Elə y-in qiymətini x-a bölsək daha rahat olur. Y bu bizdə nədir? 4. X nədir? -3. Elə bu koordinat başlanğıcından keçən düz xətti də baxın bu. Buradan tapa bilərik. Y-in qiyməti 4, x-in qiyməti -3. O da -1/3'də 1. C variantı. 26 da oxşar sualdır. Gəl indi buradan tapaq. Yenə toxunanı verib x0 nöqtəsindəki qiymətini soruşur. Bizə yenə k lazımdır. K-nı tapmaq üçün y-i x-a bölürük. Y-in qiyməti 3, x-in qiyməti 2'dir. 3'ü də 2'yə böləndə oldu 1/2'də 1 A variantı. 27-ci suala baxaq. Y bərabərdir 16 bölü x kvadratı əyrisinə onu y bərabərdir 2x düz xətti ilə kəsişmə nöqtəsində çəkilmiş toxunanın tənliyini tapın. Birinci baxırıq ki, bu funksiyalar kəsişib. Kəsişibsə deməli bunları bərabərləşdirə bilərik. Buradan alındı 2x kubu bərabərdir 16, x kubu bərabərdir 8, x bərabərdir 2'ye. Yəni x0'ın 2 qiymətində bu funksiyalar kəsişib. İndi bu funksiyaların kəsişmə nöqtəsindən də bir toxunan çəkilib. Həmin bu əsas funksiyanın x0 bərabərdir 2 nöqtəsində çəkilmiş toxunanın tənliyini soruşur bizdən. Biz toxunanın tənliyini tapmaq üçün birinci özündə yerinə yazmalıyıq. Sonra törəməsində yerinə yazmalıyıq. X minus x0. Funksiyanın özündəki qiyməti olur 16 böl 2'nin kvadratı 16 böl 4 oldu 4. Sonra törəməsindəki qiyməti 16 böl x kvadratın törəməsi. Onda yazırıq 16 vur x-in üstü -2 törəməsi. O da -32 vuraq x-in üstü -3. O da -32 bölü x kubu. -32 bölü x-a qiymət 2 verib kubu 8. Cavab oldu -4. Verilənləri tənlikdə yerinə yazdıq. 4 çıxaq. 4 vuraq. X çıxaq 2. Buradan dağıldı 4 çıxaq 4x üstə gəl 8. Cavab oldu -4x üstə gələk 12. -4x üstə gəl 12 oldu B variantı. 28-ci suala baxaq. Deyə qrafiki verilmiş fx funksiyası gx düz xəttinə M1A nöqtəsində toxunur. Hx bərabərdir fx vuraq gx olarsa h törəmə 1'i tapın. Deməli bizə bu verilən funksiyanın törəməsi lazımdır. Biz bunu hasilin törəməsi kimi yazmalıyıq. Çünki 2 dənə ayrı-ayrı funksiyadır. Ona görə birincinin törəməsi vuraq ikinci. Üstə gələk ikinci funksiyanın törəməsi vuraq birinci yazmalıyıq. İndi bizdən h törəmə 1'i soruşur. Yerinə 1 yazsaq f'1 j1 üstə gələk j törəmə 1 vuraq f1. Bunu soruşur. Biz bunu tapmaq üçün birinci fx və gx funksiyalarını müəyyən edib sonra özündəki və törəməsindəki qiymətləri tapmalıyıq. Birinci gx funksiyasını müəyyən etmək daha rahatdır. Çünki bu bir düz xəttir. Və bu düz xəttin tənliyini biz qura bilirik. Bu x-dir. Bu da y-dir. Bu da 4 nöqtəsidir. Gəlin biz buradan istifadə edərək gx-in tənliyini quraq. Necə quraq? Düz xəttin tənliyi gx bərabərdir kx plus b-dir.
Biz şəkildən B-ni tapırıq ki, B, Y oxunu kəsən qiymət B-nin qiymətidir. K-nı da tapmaq üçün Y-in qiymətini X-a bölərik. O da 4/4, 1 qalır. Biz K-nı -1 götürürük. Niyə? Çünki kör-bucaq əmələ gətirir X oxunu müsbət istiqaməti ilə. Biz dedik ki, deməli, qrafik X oxunun müsbət istiqaməti ilə kör-bucaq əmələ gətirərsə, bucaq əmsalı mənfi olur. Veriləni funksiyada yerinə yazsaq, olur -x plus 4. Bu Jx funksiyası. Və biz Jx funksiyasından F1'i, J1'i və J törəmə 1'i rahat şəkildə tapa bilərik. Bizə misalda lazımdır J1. Yerinə 1 yazıram, -1 üstəgəl 4 oldu 3. Bir də J törəmə 1 lazımdır. O da elə -1 üstəgəl 0 törəməsi oldu -1. İndi baxaq nəyə? Burada belə bir şərt də var ki, bizə qrafikdə baxırsınız, buradan belə bir nöqtə vermişdi. M1 A nöqtəsi. Bu M1 A nöqtəsi həm fx funksiyasına aiddir, həm Jx funksiyasına aiddir. Biz bunu Jx funksiyasını x-a 1, y-a a desək, yəni oradan biz A-nın qiymətini müəyyən etmiş olarıq. Baxın, burada yazaq. Bizim əsas funksiyamız budur. Daha doğrusu budur. Burada yerinə yazsaq nə olur? A bərabərdir -1 üstəgəl 4. A-nın qiyməti oldu 3. İndi baxaq. A-nı 3 müəyyən etdik. Buradan yazaq. İkinci, bizə lazımdır fx funksiyası müəyyən etmək. Şəklimiz budur. X, bu da y. Bu düz xəttin tənliyidir. M1, 3 nöqtəsində bunlar toxunub. Yəni M-in 1-3 nöqtəsi hər iki funksiyaya aiddir. İndi bizə lazımdır nə? F1'i tapmaq. F1'i rahat şəkildə baxanda görək. Bu fx funksiyasıdır. Baxırıq ki, F1 olanda 3'ə bərabərdir. Və bizə F törəmə 1'i tapmaq lazımdır. Biz indi şəklə baxırıq. Dərs izahında da mən demişdim. Bu ixtiyari bir funksiyadır və bu düz xəttir. Bunların toxunma nöqtəsi, bu funksiyanın toxunma nöqtəsi xətti funksiyanın bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Yəni, bizdə F1'in törəməsi J-nin bucaq əmsalına, K-sına bərabərdir. Çünki biz deyirik K bərabərdir f'(x0). K-nın, deməli, Jx-in K-sı -1-dirsə, deməli, bu həm də nədir? Həm də f-in törəməsinin qiymətidir. İndi bunu da müəyyən etdik. Bizə lazım olan qiymətlər bunlar idi. İndi verilənləri düsturda gətirib yerinə qoyub sadələşdiririk. Necə? Bərabərdir. Buradan yazacağım. F törəmə 1 -1 oldu. J1 3 oldu. Sonra J törəmə 1 -1 oldu. F1 3 oldu. Cavab oldu -6. 29. Deyir ki, A-nın hansı qiymətində 3x üstəgələk A düz xətti, y bərabərdir 4x kvadratı çıxaq 5x üstəgəl 9 funksiyasına toxunur. Biz bilirik ki, düz xətt istənilən bir funksiyaya toxunursa, həmin düz xəttin bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Onda biz bunun törəməsini tapsaq olur 8x çıxaq 5 bərabərdir 3-ə, 8x bərabərdir 8-ə, x də bərabərdir 1-ə. Düz xətlər bir nöqtədə toxunurlarsa, hər ikisinin x0'ın bir qiymətində ortaq qiymət aldıqları məlumdur. İndi x-a 1 qoyanda birinci funksiya olur 3 plus a, ikinci funksiya olur 4 minus 5 plus 9, yəni 8. Bunları bərabərləşdirsək, alınır cavab 5. 30 da yenə oxşardır. Yenə y bərabərdir 4x üstəgələk a düz xətti, y bərabərdir 5x kvadratı çıxaq 16x üstəgələk 26 funksiyasının qrafikinə toxunur. Toxunursa düz xəttin bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Onda bunun bucaq əmsalı k bərabərdir 4'dür. Bunun törəməsi 10x çıxaq 16'dır. Bunları da bərabərləşdirsək 10x çıxaq 16 bərabərdir 4. 10x bərabərdir 20, x də bərabərdir 2.
Deməli, x-in 2 nöqtəsində bu funksiyaların qiymətləri bərabər olur. 4 vur 2 üstə gəl a olur 8 plus a. O da oldu nə? 5 vur 4 çıxaq 16 vur 2 üstə gəl 26. Buradan da oldu 20 çıx 32 üstə gəl 26. Deməli 46-dan 32 çıxdıq, qaldı cavab 14. Yəni 8 üstə gəl a oldu 14, a da oldu 6. 31. Fx bərabərdir 6x kvadratı çıxaq 8x üstə gəl 15 funksiyasının qrafikinə çəkilmiş toxunanın bucaq əmsalı 40-dırsa, toxunma nöqtəsinin apsisini tapın. Biz bilirik ki, verilən funksiyanın törəməsi toxunanın bucaq əmsalına bərabərdir. Yəni, bu funksiyanın törəməsi olur 12x çıxaq 8, bucaq əmsalı 40-a bərabər olur. Buradan da 12x oldu 48, x da oldu 4. Toxunma nöqtəsinin apsisi oldu 4. 32. Deyir ki, fx bərabərdir 7x kvadratı çıxaq 8x plus 13. Funksiyasının qrafikinə çəkilmiş toxunanın bucaq əmsalı 62 olarsa, toxunma nöqtəsinin apsisini tapın. Bilirik ki, bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. 14x çıxaq 8 bərabərdir 62. 14x bərabərdir 70. X da bərabərdir 5. 33. Deyir ki, b-nin hansı qiymətində fx bərabərdir x kvadrat üstə gəl bx üstə gəl 1 funksiyasının qrafikinə x0 - 4 nöqtəsində çəkilmiş toxunan, deməli, y bərabərdir -3x çıxaq 1 düz xəttinə paraleldir. Əgər iki düz xətt bir-birinə paraleldirsə, onların k-ları eynidir. Yəni, həmin toxunan düz xətt -3x plus b imiş. B-nin qiyməti məlum deyil. İndi baxaq. Deyir ki, biz də dedik ki, -4 toxunan, deməli, bu funksiyanın toxunanı bərabərdir bunun törəməsinə. Yəni, k bərabərdir f' x0-a. Bizim də əsas funksiyamız bizim x kvadrat üstə gəl bx plus 1-dir. Buna toxunan -3x plus b-dir. İndi k-sı -3-dür. Bunun da törəməsi 2x plus b-dir. İndi x-in qiyməti -4 olduğuna görə olur -8 üstə gəl b. O da -3 üstə gəl 8 bərabərdir b. B də bərabərdir 5. Burada bir hansı şərtdən istifadə etdik? İki düz xətt bir-birinə paraleldirsə, yadınızdadır, biz deyirdik ki, k-ları eyni olur, b-ləri fərqli olur. 34. 34-də də yenə fx funksiyasını verib x kvadrat üstə gəl bx plus 1 funksiyasının qrafikinə x0 bərabərdir 3 nöqtəsinə çəkilmiş toxunana paralel olan düz xətt y bərabərdir 10x plus 4-dür. Deməli, buna toxunan düz xəttin tənliyi 10x plus b-dir. Bizə k-nın qiymət lazımdır. Yəni, k bərabərdir 10. Onda bu funksiyanın törəməsi 2x üstə gəl b bərabərdir k-ya 10-a. X 3 olduğuna görə 6 üstə gəl b 10-dur. B də oldu 4. Sonra 35-ə baxaq. Bunu silə bir dəqiqə. 35. Deyir ki, fx bərabərdir kosinus mötərizədə də sinus 8x. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir pi böl 8 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Toxunanın bucaq əmsalı verilən funksiyanın törəməsidir. Funksiyanın törəməsini tapmaq üçün kosinusun törəməsi olur sinus. Bu sinus 8x bunun bucağıdır. Mürəkkəbdə deyə biz bir də sinus 8x-dan törəmə tapırıq. O da olur sinus bucaq olaraq sinus 8x vuraq sinus 8x-in törəməsi 8 vuraq kosinus 8x. Bu da mürəkkəbdir. Təzədən ona görə 8-dən bir də törəmə tapdıq. İndi x-in yerinə pi böl 8 qoyub bucaq əmsalı, yəni k-ya bərabər etməliyik. Onda k bərabərdir sinus mötərizədə sinus 8 vuraq pi böl 8 vuraq 8 vuraq kosinus pi böl 8 vuraq 8. Buradan da alındı k bərabərdir sinus pi vuraq 8 vuraq kosinus pi.
O da oldu k bərabərdir sinus. Sinus pi'də alır 0. 8 vuraq kosinus pi. Kosinus pi'də mənfi 1 alır. Sinus da 0'da 0 alır. Cavab olur 0. 36-cı suala baxaq. Deməli, fx bərabərdir x kvadratı plus 3. Funksiyasının grafikinə x0 bərabərdir 1 olan nöqtədə toxunan çəkilmişdir. Parabolanın təpə nöqtəsi ilə toxunanın ordinat oxunu kəsdiyi nöqtə arasındakı məsafəni tapın. Gəlin parabolanın grafikini quraq. Məlumdur ki, parabolanın təpə nöqtəsi 0, 3'dür. X-i 0, y-i 3 olan qollar yuxarıya doğrudur. Çünki a-nın qiyməti 0'dan böyükdür. İndi x0, 1 olan nöqtədə toxunan çəkilib. X-i 1. İndi burada f1 tapsaq olur 1'in kvadratı üstə gəl 3, 4. Yəni x0 1'dirsə y0 olur 4. İndi bizə deyir ki, x-i 1 olan nöqtədə toxunan çəkilib. Baxın, toxunan belə çəkirim. Məlum məsələdir ki, həmin bu toxunanın bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Yəni, k bərabərdir f' x0. Onda yazırıq k bərabərdir 2x plus 0. K oldu 2x. K 2x'dirsə, x-in bir qiymətində k onda olur neçə? 2 vur 1 olur 2. İndi biz bu düz xəttin tənliyini yazsaq, y bərabərdir kx plus b olur. K-nın da qiyməti 2'dir. Oldu 2x plus b. Biz dedik ki, x 1 olanda y4 nöqtəsi, bura bir a nöqtəsi qoysam, a nöqtəsinin koordinatları 1, 4'dür. 1, 4 nöqtəsi həm düz xəttin ödəyir, həm də parabolanın tənliyini ödəyir. Ona görə x-ə 1, y-ə 4 yazsaq, olur 4 bərabərdir 2 vur 1, üstə gəl b, b də bərabərdir 2. B də məlum məsələdir ki, y-i kəsən qiymətdir. Bura 2'dir. Parabolanın təpə nöqtəsi 3'dür. 3'dən 2'yə qədər məsafə olur 1. Bizdən də parabolanın təpə nöqtəsi ilə düz xəttin ordinat oxunu kəsdiyi nöqtə arasında məsafəni soruşurdu. 37-ci suala baxaq. Deməli, bizə funksiya verib parabola. X, y. Parabolasına apsisi x0 mənfi 1 olan nöqtədə toxunan çəkilmişdir. Deməli, apsisi mənfi 1. X-i mənfi 1 olan nöqtədə toxunan çəkilmişdir. Parabolanın təpə nöqtəsi də buradan 2 olsa, şəkil bu formada olur. Bu nöqtədən keçən bir toxunan çəkilir. Belə. İndi bizə deyir ki, parabolanın təpə nöqtəsi ilə toxunanın apsis oxunun kəsdiyi nöqtə arasında məsafəni tapın. Deməli, parabolanın təpə nöqtəsi buradır. Apsis oxunun kəsdiyi nöqtə buradır. İndi yəni, parabolanın təpə nöqtəsi x-i 0, y-i 2 qiymətində kəsir. Buradan da x-i bilmirik nədir, y-i 0 nöqtəsində kəsir. Biz bilirik ki, verilən funksiyanın törəməsi toxunanın bucaq əmsalına bərabərdir. Onda k bərabərdir, mənfi 2x yaza bilərik. X-in qiyməti mənfi 1 olanda k olur 2. İndi biz bu düz xəttin tənliyini yazsaq, y bərabərdir 2x plus b şəklində yazarıq. X mənfi 1 olanda funksiyada yerinə yazsaq, fx bərabərdir mənfi 1'in kvadratı üstə gələk 2, cavab oldu 1. X-in mənfi 1 qiymətinə y-in 1 qiyməti uyğundur. Həmin nöqtə bu düz xəttin tənliyində ödəyir. Ona görə 1 bərabərdir 2 vuraq mənfi 1 üstə gəl b. B də bərabərdir 3. İndi y bərabərdir oldu 2x plus 3. Bizə bu funksiyada x oxunu kəsdiyi nöqtə lazımdır. Əgər düz xətt x oxunu apsis oxu ilə kəsişirsə, onun ordinatı 0-a bərabərdir. Yəni 2x üstə gəl 3 bərabərdir 0, 2x bərabərdir mənfi 3, x də bərabərdir mənfi 1,5. Bura yazdıq mənfi 1,5. İndi bunun təpə nöqtəsinin koordinatları oldu mənfi 1,5 ilə 0. İndi
Buradan da təpə nöqtəsinin koordinatları 0 ilə 2 idi. Məsələn, bura bir A nöqtəsi desəm, bura bir B nöqtəsi desəm, AB məsafəsi necə tapırıq? İki nöqtə arasında məsafə düsturundan. Kök altında 0-dan çıxırıq 1/5'i. Deməli, 0-dan çıxanda 1/5'i qalır 1/5. Onun da kvadratını yazırıq. Gəl nereye yazaq? Olur 1/5'in kvadratı. 2-dən çıxırıq 0 qalır 2. 2'nin kvadratını yazırıq. O da olur kök altında 2 tam %25 üstə gəl 4. 6 tam %25. Ondan da kök çıxdı 2 tam onda 5. 38-ci suala baxaq. Y bərabərdir x kvadratı plus 8x. Funksiyasının grafikinə apsisi x0 bərabərdir 2 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Toxunanın bucaq əmsalını tapmaq üçün verilən funksiyanın törəməsini tapmaq lazımdır. O da olur 2x plus 8. O da 2 vur 2 üstə gəl 8. Cavab oldu 12. 39 da oxşar saldır. Y bərabərdir 3x kubu çıxaq x kvadratı. Funksiyasının grafikinə x0 bərabərdir 3 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Toxunanın bucaq əmsalı verilən funksiyanın törəməsidir. O da oldu 9x kvadratı çıxaq 2x. 9 vur 9 çıxaq 6. 81'dən 6 çıxanda qaldı cavab 75. 40-cı suala baxaq. Y bərabərdir x kvadratı çıxaq 5x üstə gələ 2 parabolasına çəkilmiş toxunan apsis oxunun müsbət istiqaməti ilə 45 dərəcə bucaq əmələ gətirir. Biz bilirik ki, parabolaya çəkilən toxunanın bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. O da bərabərdir tangens alfaya. Biz buradan törəməni tapsaq 2x çıxaq 5 bərabərdir. Tangens 45 dərəcə yaza bilərik. 2x çıxaq 5 bərabərdir 1. 2x bərabərdir 6. X bərabərdir 3. X0 3 olanda yerinə 3 yazsaq olur nə? 3'ün kvadratı çıxaq 5 vur 3 üstə gələ 2. O da oldu 9 çıxaq 15 üstə gəl 2 mənfi 4. Deməli x3 y mənfi 4 qiymətində bu funksiyaya toxunur. İndi məsələn toxunma nöqtəsinə A desək, A nöqtəsindən koordinat başlanğıca qədər məsafə 0 0 məsafəsini soruşur. Yəni A onu. O da oldu 3'dən 0 çıxanda 3 kvadratı mənfi 4 ilə 0'ın fərqi 4'ün kvadratı. O da oldu kök altında 9 da gəl 16 kökdə 25 25'dən də kök 5 çıxdı. 41'ə baxaq. Y bərabərdir x kvadratı çıxaq 7x üstə gələk 9. Parabolasına çəkilmiş toxunan apsis oxunun müsbət istiqaməti ilə 45 dərəcə bucaq əmələ gətirir. Deməli funksiyanın törəməsini bərabər edirik tangens 45 dərəcəyə. Bu da olur 2x çıxaq 7 bərabərdir 1. 2x bərabərdir 8. X bərabərdir 4. X'in 4 qiymətində olur 4'ün kvadratı 7 vur 4 üstə gəl 9. 16 çıx 28 üstə gəl 9. O da mənfi 12 üstə gəl 9 mənfi 3. X 4 olanda y mənfi 3 olur. A nöqtəsində tutaq ki toxunur. İndi bizdən deyir A nöqtəsindən koordinat başlanğıca qədər məsafəni tap. Yəni 0 0 nöqtəsinə qədər. AO məsafəsi olur kök altına 4'dən 0 çıxanda 4'ün kvadratı, mənfi 3'dən 0 çıxanda 3 onun kvadratı. O da oldu 16 üstə gəl 9 kök altında 25. Oradan da cavab alınır 5. 42-ci suala baxaq. A parametrin hansı qiymətində y bərabərdir x vuraq ln 3 üstə gələk 2a düz xətti y bərabərdir 3 üstü x plus 7 funksiyasının grafikinə toxunur. Əgər düz xətt funksiyanın grafikinə toxunursa, həmin düz xəttin bucaq əmsalı, yəni ln 3 ikinci funksiyanın törəməsinə bərabər olur. Onda biz deyə bilərik ki, y-in törəməsi bərabərdir k-ya. Yəni 3x üstə gələk 7'nin törəməsi bərabərdir ln 3'ə. Buradan da alınır 3x-in törəməsi 3x vuraq ln 3 üstə gəl 0 bərabərdir ln 3. 3 üstü x-i vurduq ln 3'ə bərabərdir ln 3. Buradan da 3 üstü x bərabərdir 1'ə, x bərabərdir 0'a. Yəni x-in 0 qiymətində bu düz xəttin tənliyi bu funksiyanın grafikinə toxunur. Onda x-in 0 qiymətində bunlar eyni qiymətə bərabər olurlar. Yəni x-ə 0 qoyanda y-lər bərabərləşir. 0 vuraq ln 3 üstə gəl 2a, o da olur 2a. Digərində x-ə 0 qoysaq 3 üstü 0 üstə gəl 7, o da oldu 8. Yəni 2a bərabərdir 8 olur, a da bərabərdir 4'ə.
Sonra baxaq 43-cü suala. Yenə oxşar sualdır 43. Yenə y bərabərdir deməli x vuraq ln 7 çıxaq 3a düz xətti y bərabərdir 7 üstü x çıxaq 10 funksiyasının qrafikinə toxunur. Biz bilirik ki, bu düz xəttin buzluq əmsalı k ln 7 bu funksiyanın törəməsinə bərabərdir. Funksiyanın törəməsi də oldu nə? 7 üstü x vuraq ln 7 çıxaq 0. Bunları bərabərləşdirsək 7 üstü x vuraq ln 7 bərabərdir ln 7-yə. 7 üstü x bərabərdir 1-ə. X də bərabərdir 0-a. X-in 0 qiymətində bu funksiyalar bərabər olur. 0 vuraq ln 7 çıxaq 3a qaldı mənfi 3a. Bir də y bərabərdir 7 üstü 0 çıxaq 10. 1 çıx 10 qaldı mənfi 9. Mənfi 3a bərabərdir mənfi 9. A da bərabərdir 3-ə. 44-də baxaq. Y bərabərdir fx funksiyasının qrafikinə apsisi x0 olan nöqtədə çəkilən toxunan ox və oy oxlarına uyğun olaraq 4, 0 və 0, mənfi 2 nöqtələrində kəsir. F' x0-ın qiymətini soruşur. Biz bilirik ki, bu düz xəttin bucaq əmsalı bu funksiyanın törəməsinə bərabər olur. İndi biz bu funksiyanın törəməsini bərabər etməliyik düz xəttin bucaq əmsalına. Gəlin bu düz xəttin bucaq əmsalını tapaq. Biz bunu baxın əlavə çəkib tapa bilərik. Bura yazırıq 4. Burada yazırıq mənfi 2. Bunun bucaq əmsalını tapmaq üçün k bərabərdir y bölə x düsturundan istifadə edə bilərik. Y-in qiyməti mənfi 2, x-in qiyməti isə 4-dür. O da oldu mənfi 2-də 1. Bizim bucağımız iti bucaqdır deyə biz bunu müsbət 2-də 1 götürürük. Çünki x oxunu müsbət istiqaməti ilə iti bucağı əmələ gətirirsə, biz k-nı müsbət götürməliyik. Ona görə k oldu 2-də 1. Və yaxud da biz bunu belə də yaza bilərik. Və ya bu x-dir, bu da y-dir. Bu 4, bu da mənfi 2. Biz deyirik ki, x oxunu müsbət istiqaməti ilə alfa bucağı əmələ gətirir. Bu da tangens alfa. Bura alfadırsa, mən bunun qarşısına da alfa yaza bilərəm. Buradan bura qədər məsafə 2-dir. Məsafədə 4-dür. Biz tangens alfanı necə tapırdıq dedik? Qarşı katetin bitişik katetə nisbəti. 2-nin 4-ə nisbəti oldu 2-də 1. Onsuz da ki, verilən funksiyanın bucaq əmsalı həmin funksiyanın törəməsinə bərabərdir. Ona görə k oldu 2-də 1, yəni 0,5. 45 də oxşar sualdır. Yenə y bərabərdir fx funksiyası verib, funksiyasının qrafikinə apsisi x0 olan nöqtədə çəkilən toxunan ox və oy oxlarını 6, 0 və 0, mənfi 3 nöqtəsində kəsir. Məlumdur ki, bu düz xəttin bucaq əmsalı elə bu funksiyanın törəməsinə bərabərdir. K bərabərdir f' x0-a. O da bərabərdir tangens alfaya. Biz düz xəttin bucaq əmsalının tangensdən tapa bilərik. Bura 6 dedik. Bu da oldu mənfi 3. Bu iti bucaq əmələ gətirir. Deməli, bura alfadır. Onda bunun qarşısı da alfadır. Buradan ki, məsafəmiz 3-dür. Buradan da məsafə 6-dır. Tangens alfanı tapanda qaydası düz bucaqlı, üç bucaqda qarşı katetin bitişik katetə nisbətidir. Cavab oldu 2-də 1, 0,5. Sonra baxaq 46-cı suala. Deyir, y bərabərdir 4x kubu çıxaq 12x kvadratı çıxaq 6. Funksiyasının qrafikinə müəyyən nöqtələrdə çəkilən toxunanlar apsis oxuna paralel olarsa, toxunma nöqtələrinin apsisləri cəmini tapın. Biz bilirik ki, toxunma nöqtəsindən çəkilən toxunan apsis oxuna paraleldirsə, həmin düz xəttin bucaq əmsalı 0-a bərabər. Tutaq ki, belə bir qrafikdir. Bunlar apsis oxuna paraleldirsə toxunma nöqtələri. Tutaq ki, burada bir toxunan çəkilib, burada bir toxunan çəkilib. Bunlar apsis oxuna paraleldirsə, deməli burada k nəyə bərabərdir? 0-a. K-nı da tapmaq üçün törəməni k-ya bərabər edirik. Olur 12x kvadratı çıxaq 24x çıxaq 0 bərabərdir 0-a. 12-yə böldük. X kvadrat çıxaq 2x bərabər 0-a. X ortaq vuruq çıxartdıq bərabər 0-a.
x1 bərabərdir 0, x2 bərabərdir 2. İndi həmin funksiyanın absisləri cəmini soruşur. X-ların cəmi oldu 2. 47-ci suala baxaq. Y bərabərdir 5x kubu çıxaq 30x kvadratı üstə gələ 7. Funksiyasının qrafikinə müəyyən nöqtələrdə çəkilmiş toxunanlar absis oxuna paraleldir. Absis oxuna paraleldirsə k 0-dır. K-da verilən funksiyanın törəməsinə bərabərdir. Onda bunun törəməsini tapsaq 15x kvadratı çıxaq 60x üstə gəl 0 bərabərdir 0-a. Bu da oldu 15x kvadratı çıxaq 60x bərabər 0-a. X ortaq vuruq çıxartdıq 15x çıxaq 60 bərabər 0-a. X bərabər 0-a. 15x bərabərdir 60, x da bərabərdir 4-ə. Bizdən də bunun absisləri cəmi soruşur. 0 ilə 4-ün cəmi oldu 4. 48-ə baxaq. Qrafiki verilmiş fx funksiyasına x0 nöqtəsində toxunan düz xətt absis oxunun mənfi istiqaməti ilə 135 dərəcə bucaq əmələ gətirərsə, fx0 üstə gələk f x0 ifadəsinin qiymətini hesablayın. fx0 yəni funksiyanın x0'da aldığı qiymətdir. Funksiya x0'da nə alır? 4. Ona görə buraya yazırıq 4. f' x0 isə düz xəttin bucaq əmsalına bərabərdir. O da bərabərdir tangens alfaya. Alfada düz xəttin x-in müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın alfasıdır. Yəni tangensi daha doğrusu 135'in qonşusu neçə dərəcədir? 45. Biz buradan götürür yazırıq ki f' x0 bərabərdir tangens 45'e. Tangens də 45'də 1 alır. Ona görə elə f' x0 bərabərdir 1 olur. Bizdən də bunların cəmini soruşur. 4'ün üstünə 1 gələndə cavab oldu 5. 49. fx bərabərdir 24 vuraq ln x çıxaq x kubu. Funksiyasının qrafikinə çəkilmiş toxunan absis oxuna paraleldir. Tutaq ki, funksiyanın qrafikini təxmini çəkirik də qrafik deyil. Belə bir qrafikdir deyək. Funksiyanın qrafikinin hər hansı bir nöqtəsindən absis oxuna paralel toxunan çəkilib. Əgər toxunan absis oxuna paraleldirsə, həmin toxunan bucaq əmsalı 0-a bərabərdir. Biz də bilirik ki, bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Onda olur 24 vuraq 1 bölü x çıxaq 3x kvadratı bərabər 0-a. X ortaq məxrəc götürəndə 24 çıxaq 3x kubu bərabər 0-a. X bərabər deyil 0. Mənfi 3x kubu üstə gəl 24 bərabər 0. Mənfi 3x kubu bərabərdir mənfi 24. X-in kubu 8. X bərabərdir 2'ye. X 0 oldu 2. İndi bizə deyək ki, toxunma nöqtəsindən ordinata qədər məsafəni soruşur. Baxın bu məsafə. Buradan bura qədər məsafə ilə bu məsafəyə bərabərdir. Cavab oldu 2. Sonra baxaq 50-ci suala. fx bərabərdir 3'də 1 x-in kubu çıxaq 5x-in kvadratı üstə gəl 16x. Funksiyasının qrafikinə çəkilmiş toxunanlar absis oxuna paraleldir. Toxunma nöqtələrindən ordinat oxuna paralel çəkilmiş düz xətlər arasındakı məsafəni tapın. Biz gəlin təxmini bir qrafik çəkək. Yeni təxmini dəqiq qrafik deyil. Tutaq ki, belə bir qrafikdir. İndi bizə deyir ki, buradan toxunanlar çəkilib. Aha, məsələn, bir dənə toxunan. Sonra tutaq ki, bu qrafiki biraz aşağıdan çəksək. İkinci toxunan. Deyir ki, toxunanlar absis oxuna paraleldir. Toxunma nöqtələrindən ordinat oxuna paralel çəkilmiş düz xətlər arasındakı məsafəni tapın. Toxunma nöqtələrindən ordinata paralel düz xətlər çəkilib. Toxunma nöqtəsinin biri budursa, bir dənə buradan paralel düz xət çəkilib, bir dənə də buradan paralel düz xət çəkilib. İndi həmin paralel düz xətlər arasındakı məsafəni soruşur bizdən. Biz bilirik ki, funksiyanın deməli toxunma nöqtəsinə çəkilən düz xəttin bucaq əmsalı verilən funksiyanın törəməsinə bərabərdir. Və həmin düz xətt absis oxuna paraleldirsə, onda elə bunun bucaq əmsalı 0-a bərabərdir. Ona görə 3'də 1 vuraq 3x kvadratı çıxaq 10x üstə gəl 16-nı 0-a bərabər edirik. Olur x kvadrat çıxaq 10x üstə gəl 16 bərabərdir 0.
Bunun kökləri olur. X1 bərabərdir 2, X2 bərabərdir 8. İndi bizə deyir ki, bunların arasındakı məsafəni tapın. Baxın, belə göstərəcəm. Buradan X-in 2 qiymətidir. Bu da 8 qiymətidir. Bizdən bilir 2-dən 8-ə qədər arasındakı məsafəni soruş. O da 2 ilə 8-in arasındakı məsafə elə 6-ya bərabərdir. 51-ci suala baxaq. Fx funksiyasının qrafikində çəkilmiş toxunanın toxunma nöqtəsinin apsisi x0 olarsa uyğunluğu müəyyən edin. Birinciyə baxaq. Y bərabərdir 2-də 1 x kvadratı, x0 bərabərdir 1. Biz deyirik ki, toxunanın bucaq əmsalı bərabərdir verilən funksiyanın törəməsi, o da bərabərdir tangens alfaya. İndi biz burada x-in törəməni tapsaq, deməli k bərabərdir 2-də 1 vur 2x. Bunlar ixtisar getdi, qaldı 1. K 1 olarsa tangens alfa da 1-ə bərabərdir. Onda alfa olur 45 dərəcə. Deməli, OX oxunun müsbət istiqaməti ilə 45 dərəcəli bucaq əmələ gətirir. C variantı. Sonra baxaq ikinciyə. Y bərabərdir sinus kvadrat x. Yenə x0 bərabərdir mənfi pi böl 4. Yenə k bərabərdir verilən funksiyanın törəməsi, o da bərabərdir tangens alfa. İndi verilən funksiyanın törəməsini tapsaq, sinus kvadratın törəməsi 2 vuraq sinus x-dir. Buna ümumi 1x kimi baxsaq. Mürəkkəbdir deyə, bir də sinus x-in törəməsinə vuram. O da olur 2 vuraq sinus x, vuraq kosinus x. O da düstur verdi bizə sinus 2x. K da bərabərdir, oldu sinus 2-ni vururuq mənfi pi böl 4-ə. O da oldu sinus mənfi pi böl 2. Sinus mənfi 90-da tək funksiyadır. Mənfini qarşıya keçirdir. Olur mənfi sinus pi böl 2. Bu da bərabərdir mənfi 1-ə. Biz də bilik ki, k tangens alfaya bərabərdir. Tangens alfa mənfi 1-dirsə, alfa 135 dərəcə yaza bilirik. Onda olur, OX oxunun müsbət istiqaməti ilə 135 dərəcə bucaq əmələ gətirir. Bu da oldu B variantı. Sonra baxaq üçüncüyə. Y bərabərdir. L-in kök altında 3x üstəgəl 1. X0 bərabərdir 2 böl kökdə 3. İndi birinci törəməni tapırıq. 1 bölək L-in x-in törəməsi 1 böl x-dir. 3x plus 1 mürəkkəbdir deyə kökdə 3x plus 1-dən törəmə tapırıq. O da kökdə 3 olur. Yazırıq kökdə 3 bölək kökdə 3x plus 1. İndi x-in yerinə 2 böl kökdə 3 yazsaq olur kökdə 3 bölək kökdə 3 vuraq 2 böl kökdə 3 üstəgəl 1. Bunlar da getdi, qaldı kökdə 3 bölək 3. Biz də deyirik ki, verilən funksiyanın törəməsi k-ya bərabərdir. K da tangens alfaya bərabərdir. Tangens alfa da kökdə 3 bölək 3'ü alır 30 dərəcədə. OX oxunun müsbət istiqaməti ilə 30 dərəcə bucaq əmələ gətirir. A variantı. Bir də burada ikinciyə D-də uyğundur. Niyə? Çünki burada 135 dərəcə kör bucaqdır da. OX oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Onu da götürürük. 1-ə C, 2-yə B-dir, 3-ə A. 52-yə baxaq. 52-də deyir ki, fx bərabərdir 2x kvadratı çıxaq x üstəgəl 3 funksiyasının qrafikinə x0 nöqtəsində çəkilmiş toxunan üçün uyğunluğu müəyyən edin. Birinciyə baxaq. x0 bərabərdir 1. İkincidə x0 bərabərdir mənfi 1. Üçüncüdə x0 bərabərdir 2. Biz bilirik ki, verilən funksiyanın bucaq əmsalı funksiyanın törəməsinə bərabərdir. Onda k bərabərdir 4x çıxaq 1. X-a 1 qoyanda 4 çıx 1 oldu 3. K 3-dürsə, bucaq əmsalı 3-ə bərabərdir. Y variantı. Burada toxunanın tənliyini qurmaq üçün onda belə yazmalıyıq. Birinci funksiyada yerinə yazırıq x0. Yerinə 1 yazanda 2 çıx 1 üstəgəl 3 oldu 4. Törəmədə yerinə yazmalıyıq. Olur 4x çıxaq 1. O da oldu nə? 4 çıx 1 3. İndi düsturu yazsaq y bərabərdir özü üstəgələk törəməsi x çıxaq x0. Buradan da alındı 4 üstəgəl 3x çıxaq 3. O da bərabərdir 3x üstəgəl 1. Ona görə birinciyə həm y uyğundur, həm də b. İkinciyə baxaq. İkincidə də yenə fx bərabərdir 2x kvadratı çıxaq x üstəgəl 3. Bunun törəməsini tapsaq olur 4x çıxaq 1. X-ə də mənfi 1 verib
4 vuraq -1 çıxaq 5. Bucaq əmsalı -5'dir. Toxunanın tənliyini yazsaq, bir dəfə funksiyanın özündə yerinə yazırıq. 2 vur -1'in kvadratı çıxaq -1 üstəgəl 3. 2 üstəgəl 1 üstəgəl 3 oldu 6. Bir dəfə törəməsində yerinə yazırıq. Olur 4x çıxaq 1. O da 4 vur -1 çıxaq 1. O da oldu -5. Sonra yazıq y bərabərdir özü üstəgəl törəməsi x çıxaq x0. Yəni o da -1'dir, müsbət 1 olur. 6 çıxaq 5x çıxaq 5. O da -5x üstəgəl 1. Ona görə ikinciyə həm A uyğundur. Bucaq əmsal -5. Toxunan tənliyi isə D-yə uyğundur. Üçüncünü yazsaq. Fx bərabərdir. Yeni törəmə tapırıq. 4x minus 1. X-a qiymət 2 verib. 4'ü vurduq 2'yə çıxdıq 1 oldu 7. Bucaq əmsalı 7. C variantı uyğundur. 53-cü suala baxaq. Deməli y bərabərdir. X kvadratı üstə gələk 4x. Parabolasının hansı nöqtəsində ona çəkilmiş toxunan y bərabərdir 2x plus 4 düz xəttinə paralel olur. Əgər toxunan bu düz xəttə paraleldirsə, bunların k-ları bərabər olur. 2x plus b. K 2'yə bərabərdirsə, deməli verilən funksiyanın törəməsi k-yə bərabərdir. Yəni 2'yə bərabərdir. Bu da 2x üstəgəl 4 bərabərdir 2 olur. 2x bərabərdir -2, x də bərabərdir -1. X-in yerinə -1 yazsaq olur -1'in kvadratı 4 vur -1 o da oldu -3. X-in -1 qiymətinə x-in y-in -3 qiyməti uyğun olur. 54. Y bərabərdir -x kvadratı çıxaq x parabolasının hansı nöqtəsində ona çəkilmiş toxunan -3x üstəgəl 2 düz xəttinə paraleldir. İndi bu da paraleldirsə, deməli bunun da k-sı -3'dür. Plus b. K bərabərdir -3. Məlum məsələdir ki, bunun k-sı funksiyanın törəməsinə bərabərdir. F' x0 bərabərdir k-ya, yəni -3'ə. Bunun törəməsi də oldu -2x çıxaq 1 bərabərdir -3. -2x, -2, x də bərabərdir 1. X-in yerinə 1 yazsaq, y bərabərdir. Deməli, 1'in kvadratı çıxaq 1. O da -1 çıx 1 olur -2. X 1 olanda y -2 nöqtəsində toxunur. 55-ci suala baxaq. Fx bərabərdir. -2x'in kubu çıxaq 12x'in kvadratı çıxaq 23x çıxaq 8. Funksiyasının qrafikinə toxunan düz xətt absis oxunun müsbət istiqaməti ilə 45 dərəcə bucaq əmələ gətirir. Toxunma nöqtəsinin koordinatlarını tapın. İndi verilən funksiyanın törəməsi bərabərdir k-ya, o da bərabərdir tangens 45 dərəcəyə. Bu funksiyanın törəməsini tapsaq olur -6x kvadratı çıxaq 24x çıxaq 23 bərabər tangens 45, yəni 1'ə. O da -6x kvadratı çıxaq 24x çıxaq 24 bərabər 0'a. X kvadrat üstəgəl 4x üstəgəl 4 bərabər 0'a. X üstəgəl 2'nin kvadratı bərabər 0'a. X bərabərdir -2'yə. Toxunma nöqtəsinin koordinatları x -2 olanda f -2 nəyə bərabər olur? -2 vuraq -8, 12 vuraq -4, yəni müsbət 4 orada kvadratı. 23 vuraq -2 çıxaq 8. O da bərabərdir 16 çıxaq 48 üstünə gələk 46 çıxaq 8. Bu da 48'dən 46 çıxanda -2, 16'dan 2 çıxıb ondan da 2 çıxanda cavab qaldı 12. X -12 -2 olanda burada 2 deyil 8'dir. Bu 8'dir. Bu da 16'dan 10 çıxanda cavab qalır 6. X-in -2 qiymətinə y-in 6 qiyməti uyğundur. 56-cı suala baxaq. Fx bərabərdir 3x kubu üstəgəl 18x kvadratı üstəgəl 37x çıxaq 2. Funksiyasının qrafikinə toxunan düz xətt absis oxunun müsbət istiqaməti ilə 45 dərəcə bucaq əmələ gətirir. Deməli, absis oxunun müsbət istiqamətlə 45 dərəcə bucaq əmələ gətirirsə, k bərabərdir tangens alfa, yəni tangens 45 dərəcə olmalıdır. Bu da olur nə? 9x kvadrat üstəgəl 36x üstəgəl 37 bərabərdir 1'ə.
Bu da oldu 9x kvadrat üstə gəl 36x üstə gəl 36 bərabərdir 0-a. X kvadrat üstə gəl 4x üstə gəl 4 bərabər 0-a. X da bərabərdir. Daha doğrusu bu bizə düstur verir. X üstə gəl 2'nin kvadratı bərabər 0-a. X bərabərdir -2'yə. İndi bizdən toxunma nöqtəsinin koordinatlarını soruşur. X'in yerinə -2 yazanda 3 vur -2'nin kubu üstə gəl 18 vur -2'nin kvadratı 37 vur -2 çıxaq 2. O da oldu -8 3'e vurduq -24. 2'nin kvadratı 4 18'e vurduq 72 çıxaq 74 çıxaq 2. O da oldu -24 çıxaq 2 çıxaq 2 cevap oldu -28. X -2 olanda y olur -28. 57-ci suala baxaq. Deməli, fx bərabərdir. X'in kubu üstə gələk 2x çıxaq 1. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir -2 olan nöqtədə çəkilmiş toxunanın bucaq əmsalını tapın. Toxunanın bucaq əmsalını tapmaq üçün verilən funksiyanın törəməsini tapmalıyıq. O da olur nə? 3x'in kvadratı üstə gəl 2. O da olur 3 vur 4 üstə gəl 2 oldu 14. Bucaq əmsalı oldu 14. İndi bizdən toxunanın tənliyini soruşur. Toxunanın tənliyini tapmaq üçün verilən qiyməti funksiyada yerinə yazırıq. Olur -2'nin kubu. 2 vur -2 çıxaq 1. -8 çıxaq 4 çıxaq 1 oldu -13. Bir dəfə törəmədə yerinə yazırıq. Olur 3x'in kvadratı üstə gəl 2. 3 vur 4 üstə gəl 2. Oldu 14. Sonra düsturda yerinə yazırıq. Y bərabərdir. Funksiyasının özü üstə gələk funksiyanın törəməsi x çıxaq x 0. Funksiyanın özü nədir? Funksiyanın özü -13. Törəməsi 14. X çıxaq bu da üstə gələk olur da çünki x0'ın qiyməti -2'dir. -13 üstə gəl 14x üstə gəl 28. O da olur 14x plus 15. Deməli, toxunanın tənliyi oldu 14x plus 15. Toxunanın bucaq əmsalı oldu 14. Sonra baxaq 58-ci suala. 58 də oxşar sualdır. Fx bərabərdir. X'in kubu çıxaq 3x üstə gəl 2. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir 2 olan nöqtədə çəkilmiş toxunanın bucaq əmsalını və toxunanın tənliyini yazın. Toxunanın bucaq əmsalını tapmaq üçün funksiyanın törəməsini tapıb yerinə yazırıq. 3 vur 4 çıxaq 3 o da qaldı cavab 9. K oldu 9. İndi toxunanın tənliyini yazın. Toxunanın tənliyini yazmaq üçün verilən funksiyada yerinə 2 yazırıq. 2'nin kubu 3 vur 2 üstə gəl 2. 8 çıxaq 6 üstə gəl 2 oldu 4. Sonra f'(x0) törəmədə oldu nə? 3x'in kvadrat çıxaq 3. 3 vur 4 çıxaq 3. 12'dən 3 çıxdıq qaldı 9. Yazırıq y bərabərdir. Funksiyanın özü törəməsi x çıxaq x0. Onun da qiyməti 2'dir. 4 üstə gəl 9x çıxaq 18. O da oldu 9x çıxaq 14. Deməli bucaq əmsalını tapdıq 9. Toxunanın tənliyini isə 9 çıxaq 14 tapdıq. Sonra baxaq 59-cu suala. Deməli fx bərabərdir. X'in kubu üstə gələk ax-in kvadratı üstə gələk 3. Funksiyasının qrafikinə apsisləri x1 bərabərdir -1 və x2 bərabərdir 3 nöqtələrində çəkilən toxunanlar bir-birinə paraleldir. İndi bu funksiyanın törəməsini tapaq. Məsələn, birinci funksiyanın törəməsini tapaq, oradan k-nı tapaq. K bərabərdir 3x'in kvadratı üstə gəl 2ax. X'in hansı qiymətində? Deməli olur nə? 3 vur -1'in kvadratı 2a vuraq -1. Bu da oldu 3 çıxaq 2a. İkinci düz xəttdə k-nı tapsaq, yenə törəməni tapırıq. Olur 3x'in kvadratı üstə gəl 2ax. X-i 3 qoyanda 3 vur 9.
2a vur 3. O da oldu 27 üstə gəl 6a. Toxunanlar bir-birinə paraleldirsə, onların k-ları bərabərdir. Onda yazırıq 3 çıxaq 2a bərabərdir 27 üstə gəl 6a. 3 çıxaq 27 bərabərdir 6a üstə gəl 2a. 8a bərabərdir mənfi 24. A da oldu mənfi 8. Mənfi 8 yox, 8-ə bölürük 3. Mənfi 3. Sonra baxaq 60-cı sual. Fx bərabərdir x kubu çıxaq ax kvadrat üstə gələk 5. Funksiyasının qrafikinə absisləri x1 bərabərdir mənfi 2, x2 bərabərdir 1 olan nöqtələrdə toxunanlar çəkilmişdir və toxunanlar bir-birinə paraleldir. Əvvəlcə k-ları tapırıq. K-nı tapmaq üçün 3x kvadrat çıxaq 2ax yazaq. X-a mənfi 2 yazanda 3 vur 4 üstə gələk 2a vuraq 2. Mənfi 2 idi, işarəni dəyişdim. 12 üstə gəl 4a. İkincidə yerinə yazsaq 3x kvadratı çıxaq 2ax. O da oldu 3 çıx 2a. Toxunanlar paraleldirsə bunların k-ları bərabərdir. Yəni 12 üstə gəl 4a 3 çıxaq 2a'ya bərabərdir. O da 9 bərabərdir. Deməli mənfi 4a çıxaq 2a. Mənfi 6a bərabərdir 9. A da bərabərdir 9'u böldük mənfi 6'ya. O da mənfi 2'də 3. Mənfi 1 tam 10'da 5. 60-cı sual son sualdır. Sağ olun, salamat qalın.